Təkrar kəsir əməliyyatı təhlükəlidirmi? Bu sual mənə çox verilir. Əgər bir dəfə kəsir əməliyyatı keçirmirsinizsə, təkrar kəsir əməliyyatı olmaq ehtimalınız çoxdur. Lakin hər təkrar kəsir əməliyyatı özü ilə bəzi risklər də gətirir. Belə ki, təkrar kəsir əməliyyatları zamanı qarın boşluğunda bitişmələrin olması, çapıq nahiyəsinin incəlməsi və növbəti hamiləliklər zamanı cırılma riskinin olması, eyni zamanda kəsir əməliyyatları zamanı erkən doğum riskinin olması və s. kimi risklər vardır. Lakin bu demək deyil ki, hər təkrar kəsir əməliyyatı zamanı bu risklər olacaq. Belə ki, əgər siz planlı kəsir əməliyyatı edirsinizsə, mütləq hamiləlik zamanı düzgün təqib aparılmalıdır. Yəni, ginekoloqun konsultasiyasına mütləq olmalısınız. Vaxtı-vaxtında müayinələrinizi etməlisiniz. Əgər bu müayinələrdən vaxtında keçirsinizsə, risklər də minimum olur. Ona görə də əziz hamilələr, əgər siz təkrar kəsir əməliyyatı edirsinizsə, qorxmayın. Müayinələriniz vaxtında olursa, risklər də minimuma enəcəkdir, lakin ehtiyatlı olmaqda fayda vardır. Bəs siz neçə dəfə təkrar əməliyyat olmusunuz? Şərhlərdə yazın və bu videonu faydalı hesab edirsinizsə paylaşmağı unutmayın.